Oyun praktikası baxımından niyə Rıza Cəfərov bugün ehtiyat oyunçular sırasındadır? Niyə biz Kənan Piriç, yəni bəlkə də uzağı bu mövsüm, gələn mövsüm oynayar? Nə xeyir verir bu? Bu klub məşqçilərinin bir çoxu millinin belə qayğısını çəkirlər. Yəni futbolçuların ehtiyatda oturmaqla futbolçu qalır ehtiyatda paslanır. Nə vaxt oynayacaqlar? Bax, Rıza Cəfərov cavan, perspektivli qapıçıdır. Düzgün qeyd elədin. O qədər də heç yaxına gəlmirlər. Gələndə də Piriç elə toplar buraxır ki, niyə oynamamalıdır? Bu harda artıracaq bu? Yusif İmanov getdiyində, səhv eləmirəmsə, Kosovo çempionatında oynayır. Nicat Mehbaliyev oturub ehtiyatda, sabahda. Yəni, mən verişlərimizin birində qeyd eləmişdim. 12 komandanın 10'unun qapıçısı əcnəbidir. 10'unun ya 9'unun. Hansı ki vaxtı ilə Azərbaycan futbol məktəbi qapıçılar, o qədər qapıçılar yetişdirmişdi ki, hamısı SSR-nin bütün demək olar ki, respublikalarında oynayırdılar. Amma indi bizdə hamısı əcnəbi qapıçılardır.